Niyə 24 saata 192 şəhidimiz oldu? Lokal xarakterli antiterror tədbirləri heç də 3-5 erməni quldura deyil, müasir texnika və silah sursata malik, şəxsi heyəti minlərlə ölçülən, döyüş təcrübəsi olan Ermənistan silahlı qüvvələrinin birləşmələrinə qarşı həyata keçirildi. Üstəlik onlar uzun illərdir əlverişli müdafiə xətti qurub, yüksəklikdə yerləşərək üstün mövqelərə malik olmuşdular və əməliyyatın keçirildiyi coğrafi ərazi və iqlim şəraiti mürəkkəb idi. Məsafələrdən düşmən atəş açır, top minalardan zərbələr endirirdi. Bunu 5-10 kilometr uzaqlıqda məsafədən atəş açmaqla həyata keçirirdi. İstənilən ərazidə, istənilən şərtlər altında mülki, hərbi şəxslərin həyatına qiymət vermədən kifayət qədər atəş sıxlığı yarada bilmişdilər. Qarşımızda ermənilərin çox möhkəm silahlanmış, kifayət qədər müasir imkanlara malik, təlim keçmiş minlərlə silahlı qüvvəsi var idi. Onları itkisiz ərazimizdən qovmaq, terror yuvalarını azad etmək mümkün deyildi. Əldə etdiyimiz nəticələr şəhidlərimizin sayəsində mümkün oldu.